Xərçəng bəşəriyyətə qədim dövrlərdən bəlli olan bir xəstəlikdir. Arxeoloji və paleopatoloji tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl bir neçə minillikdə insanlar bu xəstəliklə qarşılaşıblar. Lakin əsrlər boyu bu xəstəlik çarəsiz hesab olunub. 20-ci əsrin ortalarına qədər xərçəng haqqında biliklər olduqca məhdud, müalicə üsulları isə barmaqla sayılacaq qədər az idi. Lakin 2000-ci ildə Parisdə imzalanan xərçəngə qarşı Paris Xartiyası bu sahədə yeni bir dövrün əsasını qoydu. Məhz həmin tarixdən etibarən 4 fevral Ümumdünya Xərçənglə Mübarizə günü kimi qeyd olunmağa başladı. Bu günün əsas məqsədləri: xəstəliyin qarşısını almaq üçün sağlam həyat tərzini təşviq etmək, xəstəliyi ilkin mərhələdə aşkarlayaraq sağalma şansını artırmaq, dünyanın hər yerində müasir müalicə üsullarına əlçatanlığı təmin etmək. Gecikməyin, maariflənin. Müasir tibb sübut edir ki, erkən aşkarlanan xərçəng sağalmaz deyil. Bugünün əsas mesajı laqeydliyə son qoymaqdır. Vaxtında keçirilən müayinə və məlumatlı şəkildə qəbul edilən qərarlar həyat qurtarır.